Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bəzi insanlar üçün həyat sanki uzun müddət susur, sonra isə bir anda bütün qapılar açılır. Astroloqlar bildirirlər ki, yaxın günlərdə kainatın enerjisi üç bürc üçün xüsusi dəyişikliklər gətirəcək. Bu dəyişikliklər həm şans, həm uğur, həm də yeni imkanlarla əlaqəlidir. Ulduzların düzülüşü göstərir ki, bəzi insanlar uzun müddətdir gözlədikləri xəbərləri ala arzularına bir addım daha yaxınlaşa bilərlər. Bu bürclərin həyatında həm maddi, həm mənəvi, həm də şəxsi münasibətlər sahəsində maraqlı yeniliklər yaşana bilər. İndi isə həmin şanslı üç bürcə birlikdə baxaq. Birinci bürc Buğa bürcüdür. Buğa bürcü uzun müddətdir ki, səbir göstərirdi. Həyatlarında bəzi gecikmələr, yarımçıq qalan planlar və nəticə verməyən zəhmətlər onları yorurdu. Amma astroloqlar deyirlər ki, artıq vəziyyət dəyişməyə başlayır. Buğa bürcü üçün yeni imkan qapıları açılır. Xüsusilə iş və pul mövzusunda gözlənilməz inkişaflar ola bilər. Uzun müddət alınmayan bir xəbər birdən-birə müsbət nəticələnə bilər. Yeni iş təklifləri, əlavə qazanc yolları və ya köhnə problemlərin həlli Buğa bürcünün üzünü güldürəcək. Bununla yanaşı şəxsi münasibətlərdə də canlanma görünür. Küskünlüklər aradan qalxa ailə daxilində rahatlıq yarana bilər. Uzun müddət özünü yorğun hiss edən Buğa bürcü artıq daha enerjili və motivasiyalı olacaq. Astroloqlar bildirirlər ki, Buğa bürcünün qarşısına çıxacaq imkanları düzgün qiymətləndirməsi çox vacibdir. Çünki bəzi şanslar insanın həyatına yalnız bir dəfə gəlir. İkinci şanslı bürc Şir bürcüdür. Şir bürcü yaxın günlərdə diqqət mərkəzində ola bilər. Onların enerjisi ətrafdakı insanlara da təsir edəcək. Ulduzların hərəkəti göstərir ki, Şir bürcü həm iş həyatında, həm də şəxsi həyatında mühüm qərarlar verə bilər. Ən maraqlı məqam isə budur ki, Şir bürcü üçün gözlənilməz sürprizlər görünür. Bəzi insanlar uzun müddətdə xəyal etdikləri bir məqsədə çatmaq şansı əldə edə bilərlər. Maddi baxımdan da müsbət dəyişikliklər ehtimal olunur. Xüsusilə yeni layihələr, yeni tanışlıqlar və fərqli təkliflər Şir bürcünün həyatında dönüş nöqtəsi yarada bilər. Astroloqlar bildirirlər ki, Şir bürcü bu dövrdə özünə daha çox inanmalıdır. Çünki onların daxilində olan güc yaxın günlərdə daha da ön plana çıxacaq. Əgər düzgün addımlar atılarsa, gələcəkdə çox böyük uğurların təməli qoyula bilər. Üçüncü şanslı bürc isə Balıqlar bürcüdür. Balıqlar bürcü son dövrlərdə emosional baxımdan çətin günlər yaşayırdı. Amma kainat indi onlar üçün daha sakit və uğurlu bir dövrə hazırlayır. Astroloqlar deyirlər ki, Balıqlar bürcü yaxın günlərdə həm ruhən rahatlaşacaq, həm də həyatında yeni başlanğıclar yaşayacaq. Xüsusilə sevgi və münasibətlər mövzusunda maraqlı hadisələr baş verə bilər. Tənha olan balıqlar yeni biri ilə tanış ola bilər, münasibəti olanlar isə daha ciddi qərarlar verə bilərlər. Bundan əlavə yaradıcılıq və şəxsi inkişaf sahəsində də böyük motivasiya görünür. Balıqlar bürcü üçün ən vacib mesaj isə budur, qorxularını geridə qoymaq. Çünki bəzi insanlar uğura çox yaxın olduqları halda tərəddüd etdikləri üçün fürsətləri qaçırırlar. Ulduzlar isə göstərir ki, Balıqlar bürcü artıq öz həyatında yeni bir səhifə açmağa hazırdır. Astroloqlar bildirirlər ki, qarşıdakı günlərdə bu üç bürc üçün şans enerjisi daha güclü olacaq. Amma unutmaq olmaz ki, şans yalnız hazır olan insanların tərəfində olur. İnsan öz qarşısına çıxan imkanları görməyi və düzgün qərarlar verməyi bacarmalıdır. Bəlkə də bugün sizin həyatınızda yeni bir başlanğıcın ilk günüdür. Ulduzlar bəzi qapıları açır, amma o qapıdan keçmək insanın öz seçimidir.